Biz nə etdik? Azərbaycan reallığında mühasibdən nə istənilir? Azərbaycanda mühasib kimdir və necə olmalıdır? Çünki real iş aparırıq və real, yəni kitabda yazılan deyil də, real gedişatdan qaynaqlanan məlumatları özümüz gündəlik olaraq rast gəlmiş oluruq deyə. Biz bilirik ki, bugünkü gün nəbzi nə ilə ölçülür? Azərbaycan mühasibi nə ilə ölçülür? Sahibkar necə bir mühasib görmək istəyir? Və lazım olan tələblərin hamısını IFRS-dən bir hissəsi, vergi uçotundan bir hissəsi, proqram təminatından bir hissəsi, idarə etməni əlavə elədik. Ondan sonra bugünkü gün misal mühasibin axsadığı hissələr nədir? Mühasibatlığı bilir, biznesi bilmir. Mühasib sahibkarla başqa dillərdə danışır. Hazır mühasib platformasını təsis etdik. Eyni ACCA kimi Böyük Britanyada yerləşən ACPM deyə məktəbin nümayəndə olaraq Azərbaycanda bizik və HN-ın ən böyük uğurlarından biri odur ki, ACPM attestasiya proqramının birisidir. Yəni, HN-a qatıldığınız təqdirdə imtahanı verirsiniz, bizim verdiyimiz sertifikatla yanaşı ACPM-in diplomunu əldə etmək fürsətidir.